Bismillah. Adınızın ilk hərfi həyat məqsədinizi təyin edir. Bu fikir daha çox numerologiya və ezoterik inançlara əsaslanır. Deyilir ki, adının ilk hərfi insanın həyatdakı əsas missiyasını, yönünü və dərsini göstərir. Elmi fakt deyil, amma çoxları özündə uyğunluq tapır. Buyur, ən çox istifadə olunan yozumlar. Adın ilk hərfi və həyat məqsədi. A. Liderlik, öncülük. Həyat məqsədi yol açmaq, rəhbərlik etmək, cəsarətlə başlamaq. B hərfi sabitlik, quruculuq. Həyat məqsədi güvən yaratmaq, ailə və maddi baza qurmaq. C hərfi ünsiyyət, əlaqələr. Həyat məqsədi insanları birləşdirmək, danışmaq, yazmaq, öyrətmək. D hərfi güc və iradə. Həyat məqsədi çətinlikləri aşmaq, möhkəm dayanmaq. E hərfi azadlıq və dəyişiklik. Həyat məqsədi yenilik gətirmək, sərhədləri aşmaq. F hərfi qoruma və məsuliyyət. Həyat məqsədi başqalarına dayaq olmaq, qoruyucu rol. C hərfi bilik və dərinlik. Həyat məqsədi həqiqəti axtarmaq, öyrənmək, mənəvi inkişaf. H hərfi şəfa və xidmət. Həyat məqsədi insanlara kömək, şəfalı enerji yaymaq. I hərfi fərdilik. Həyat məqsədi öz yolunu tapmaq, özün olmaq. K hərfi güc, iradə, idarə etmə. Həyat məqsədi böyük məsuliyyətlər daşımaq, sistem qurmaq. L hərfi sevgi və harmoniya. Həyat məqsədi gözəllik yaratmaq, ürəkləri yumuşaltmaq. M hərfi maddi bolluq. Həyat məqsədi bolluq yaratmaq, biznes, pul, enerji. N hərfi intuisiya. Həyat məqsədi gizlini görmək, daxili səsə güvənmək. O hərfi tamamlanma. Həyat məqsədi balans, bütövlük yaratmaq. P hərfi güc və ambisiya. Həyat məqsədi yüksəlmək, iz buraxmaq. R hərfi dəyişdirici enerji. Həyat məqsədi köhnəni dağıdıb yenini qurmaq. S hərfi hikmət. Həyat məqsədi öyrətmək, yol göstərmək. T hərfi səbir və nizam. Həyat məqsədi sistemli həyat, məsuliyyət. Y, Z taleyüklü yol. Həyat məqsədi başqalarından fərqli yol, xüsusi missiya.